Amerika Birləşmiş Ştatları İranın 3 nüvə obyektinə Fordo, Natans və İsfahana hücum edib. Birləşmiş Ştatların prezidenti Donald Trump əməliyyatı uğurlu adlandırıb. Amerika Birləşmiş Ştatları Fordo, Natanz və İsfahana güclü və dəqiq zərbələr endirib. Bizim məqsədimiz İranın uranı zənginləşdirmə qabiliyyətini məhv etmək və terrorizmə ən çox dəstək verən dövlətdən gələn nüvə təhlükəsini aradan qaldırmaqdır. Zərbələr möhtəşəm hərbi uğurla nəticələnib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə məhv edilib. Zərbələrin necə endirildiyinə dair rəsmi məlumat yoxdur, lakin fərziyyələr var. Ehtimal olunur ki, İranın yerin dərinliklərində yerləşən əsas nüvə obyektlərindən biri Fordoya zərbə endirmək üçün ABŞ 6 ədəd GBU-57 tipli bunkerə qarşı bombadan istifadə edib. Həmin bombalar B-2 bombardmançı təyyarələrdən atılıb. Natanza və İsfahana hücum üçünsə 30 ədəd qanatlı raketdən istifadə olunub. Onlar sualtı qayıqlardan buraxılıb. İsrailin baş naziri Benyamin Netanyahu keçirilən əməliyyata görə Birləşmiş Ştatları təşəkkür edib. Əməliyyatın əvvəlindən İranın nüvə obyektinin məhv edəcəyinə söz vermişdim. Bu vəd yerinə yetirildi. Prezident Donald Trumpla razılaşmamız və ordumuzun koordinasiyalı işi sayəsində Birləşmiş Ştatlar İranın 3 nüvə obyektinə zərbələr endirib. İran tərəfinin məlumatına əsasən həmin obyektlərdəki zənginləşdirilmiş uran ehtiyatları təhlükəsizlik tədbirləri çərçivəsində artıq uzun müddətdir ki, başqa bir əraziyə köçürülüb. İranın Atom Enerjisi Agentliyi isə bəyan edib ki, uranın zənginləşdirilməsini dayandırmaq niyyətində deyil. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə obyektlərinə hücumlar zamanı radiasiya səviyyəsinin artmasının qeydə alınmadığını bildirib. Vəziyyətlə bağlı əlavə qiymətləndirilmələr təqdim ediləcək. Həmçinin Körfəz ölkələrində də radiasiya fonunda dəyişikliklər aşkarlanmayıb. İranın Xarici İşlər Naziri Abbas Arakçı İranın dinc nüvə obyektlərinə edilən hücumları BMT nizamnaməsini, beynəlxalq hüquq normalarını və nüvə silahlarının yayılmaması müqaviləsini kobud şəkildə pozduğunu bildirib. Onun sözlərinə görə İran suverenliyini, maraqlarını və xalqını müdafiə etmək üçün bütün haqları özündə saxlayır. Birləşmiş Ştatların bu hərəkətləri uzun müddətli nəticələrə səbəb olacaq. Bu deməkdir ki, Amerika Birləşmiş Ştatları özünü İranın cavab zərbələri üçün hədəfə çevirib. İran ABŞ-ni xəbərdar etmişdi ki, ərazisinə edilən hücumlar müharibə aktı kimi qiymətləndiriləcək. Beynəlxalq hüquqa əsasən İranın özünü müdafiə etmək hüququ var. Bu isə o deməkdir ki, regionda yerləşən bütün ABŞ obyektləri, o cümlədən 40 min hərbçi və personalı hazırda potensial hədəfdir. İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib. BMT-nin baş katibi Antonio Guterres son hadisələri beynəlxalq sülh və təhlükəsizliyə təhdid adlandırıb. Sözlərinə görə münaqişənin sürətlə nəzarətdən çıxma riski artır və bu da mülki əhali, region, bütün dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər. Bu səbəbdən hərbi qərardan qaçınmaq lazımdır. Amerika Birləşmiş Ştatlarının hücumu ilə yanaşı İsrail də İranın hərbi obyektlərinə zərbələr endirib. Lakin İsrailin özü də İran tərəfindən raket hücumuna məruz qalıb. Məlumata əsasən 16 nəfər xəsarət alıb. Ölənlərin olub-olmaması barədə məlumat yoxdur.